Mən Məmmədəliyev Rəşad Abdusəlaova 2006-cı təvəllüdü Tovuz rayonunda anadan olmuşdum. 2024-cü il noyabr ayında özümdə nasoslar hiss eləmişdim. Təngi nəfəssizlik, ürək döyüntülərim artmışdı, hərəkət edə bilmirdim. Bakı şəhərinə yaxınlaşdım. Burada məni yoxladılar və ürəyimə cihaz aparatı qoydular. Sonra yenə də şikayətlərim baş verdi. Mərkəzi klinikaya yaxınlaşdım. Kamran həkim çox sağ olsun məni qəbul elədi və müayinədən keçirdi. Gördü ki, məndə ürək çatışmaması var və bir ay bundan qabaq mən ürək əməliyyatı oldum, donor ürək əməliyyatı. Çox sağ olsun, indi hər şey yaxşıdır. Üstündən bir ay keçibdir əməliyyatın və indi yoxlanışa gəlmişəm müayinəyə. Hal-hazırda özümü yaxşı hiss edirəm. Kamran doktora təşəkkür edirəm. Bütün kollektivlərinə təşəkkür edirəm. Mərkəzi klinikanın bütün həkimlərin hamısına təşəkkür edirəm. Mən məsləhət görürəm ki, hamı donor olsun, mənim kimi xəstələrə orqanlarını bağışlasınlar, xəstə insanlar da şəfa tapsınlar.